Sual verirlər ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirmişdir ki, evdə tək yatmaq olmaz. Qadının 55 yaşı var, valideynləri rəhmətə gedib, övladları yoxdur. Bu halda qadının tək yaşaması icazəlidirmi? Cavab belədir ki, bəli, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə insanın tək qalmasını, yəni bir evdə tək gecələməsini qadağan etmişdir. Lakin bu qadağan haram mənasında deyil, yəni haram dərəcəsində deyil, bəyənilmir və bunun da səbəbi budur ki, İnsan tək evdə yaşayan, tək qalan, nəyəsə ehtiyacı ola bilər, xəstələnə bilər və yaxud vəfat edə bilər və digər insanlar ondan xəbərsiz olar. Lakin əgər insan sualda qeyd olunduğu kimi, yəni heç kimi yoxdur, tək yaşamağa məcburdursa, bu halda bu zərurət sayılır və həmçinin yaxşı olar ki, bayaq qeyd elədiyim hallar baş verməsin deyə, yəni xəstələnə bilər, çətinliyə düşə bilər, vəfat edə bilər. Bunlar olmasın deyə yaxşı olar ki, kimsə onunla müntəzəm olaraq maraqlansın, əlaqə saxlasın və əlhəmdülillah günümüzdə yəni bu rahatdır. Yəni telefon var və sair. Bu mümkündür.